Təşkilatı dəstək Gold Imperial Əyləncə Mərkəzi. Əziz məktəblilər, NT mağazasından Almaniya, Avstraliya, İspaniya və Türkiyə istehsalı olan 1001 çeşid məktəb ləvazimatlarını və çantalarını əldə edə bilərsiniz. Ən yaxşı məhsullar bizdə. Mallarımızın keyfiyyətinə təminat veririk. Təşkilatı dəstək NT mağazası. Salam, xoş gördük mənim istedadlı, bacarıqlı, mehriban dostlarım. Hər zaman olduğu kimi dostlar verilişi yenə də ekranlarınızın qonağıdır. Həftənin bazar gününü çox sevirəm və səbirsizliklə gözləyirəm. Ona görə ki, vaxtımız sizinlə birgə çox əla, çox şən keçir. Bir-birindən maraqlı, məntiqli suallar, oyunlar keçiririk. Əminəm ki, bugünkü günümüzdə çox yaxşı olacaqdır. Oyunumuza başlamazdan əvvəl bu gözəl şəraiti bizim üçün yaradan Gold Imperial Əyləncə Mərkəzinin bütün əməkdaşlarına öz təşəkkürümü bildirirəm və qalbinizə çatacaq hədiyyəyə görə NT Hədiyyələr mağazasına yenə də təşəkkürümü bildirirəm. Balaca dostlar, əminəm ki, bizimlə çox maraqlı olacaq. Getdik! Belə. Görün, necə gözəl dostlarımız var. Xoş gəldiniz dostlar. İndi mən ekran başında izləyən dostlarımıza sizləri tanış edəcəm. Bugünkü dostlarımız Mirbəşir Qasımov adına 20 saylı orta məktəbin 4-cüləridir. Bu dostumuz Fərəcov Xəyaldır. Xəyalın ən çox sevdiyi yemək küftə bozbaşdır. Xəyal boş vaxtlarında futbol oynayır, dərs oxuyur, ən sevdiyi idman növü güləşdir. Xəyalın ən sevimli cizgi filmi Hələ bir dayandır, Canavar və Dovşan. Sevimli qəhrəman isə Bən ondur. Heç bilirsiniz, Xəyal böyüyəndə kim olmaq istəyir? Yanğın söndürən. Bəli, düz eşitdiniz. Yanğın söndürən. Bu cılız bədən necə yanğın söndürən olacaq? Deyə bilmərəm. Amma onu deyim ki, çox ağır və çox məsuliyyətli peşədir. Mən sənə uğurlar arzulayıram Xəyal və keçid alıram növbəti iştirakçımızın yanına. Bu dostumuz isə Abdullahi Elcandır. Elcan yarpaq dolmasını çox xoşlayır. Ən çox sevdiyi cizgi film isə Maşa və Ayıdır. O, idmanın güləş növü ilə məşğul olur. Böyüyəndə polis olmaq istəyir. Biz Elcana uğurlar arzulayırıq və mən yaxınlaşıram bizim dostumuz Babayev Hüseynə. Hüseynin ən sevdiyi yemək, yeməklərin şahı olan plovdur. Öz aramızda dostum, ağzının ləzzətini yaxşı bilirsən. Və sevdiyi cizgi film isə Tom və Jerry'dir. Boş vaxtlarında Hüseyin televizora baxır, dostları ilə futbol oynayır, o şahmatla məşğul olur. Hüseyin isə böyüyəndə bilirsiniz kim olmaq istəyir? Prokuror olmaq istəyir. Nə deyirik ki, arzusuna çatsın. Burada əyləşən dostumuzun adı isə Novruzəliyev Əlidir. Əli də Xəyal kimi küftə yeməyi xoşlayır. Onun ən sevdiyi cizgi filmi Bən ondur. Ən sevimli qəhrəmanı isə Hörümçək adamdır. Əli də sərbəst güləşlə məşğul olur. Deyirsən, bugünkü dostlarımızın hamısı idmançıdırlar. Neynəmək olar? Bunlar hamısı gələcəyin idmançılarıdırlar. Biz sizə uğurlar arzulayırıq. Və Əlinin də ən böyük arzusu böyüyəndə polis olmaqdır. Təbii ki, dostlar, seçdiyiniz peşələrə sahib olmaq üçün neynəmək lazımdır? Məktəbdə yaxşı oxumaq lazımdır. Burada isə bizim 2 dənə gözəl, göyçək qızlarımız qalıbdır. Hə, bu xanımımızın adı Leyladır. Leylanın ən sevdiyi yemək dovğadır. Baxdığı cizgi filmi isə Maşa və Ayıdır. O boş vaxtlarında nağıl və hekayə kitablarını oxumağı çox sevir. Böyüyəndə isə dizayner olacaqdır. Digər iştirakçımız isə Hacıyeva Rəbiyədir. Rəbiyə yeməklərdən ən çox əcəb sandalını sevir. Ən sevimli cizgi filmi Fins Klubdur. Cizgi qəhrəmanı isə Maşadır. O boş vaxtlarında rəsm çəkir, maraqlı oyunlar oynayır. Böyüyəndə isə həkim olmaq arzusundadır. Nə deyə bilərik? Bütün dostlarımızla yaxından tanış olduq. İndi isə növbə çatdı oyunumuza. Keçid alaq oyunlara. Sualımız çox maraqlıdır. Gördüyünüz bu şəkildə rəssamın səhvini tapmalısınız. Mövsümə uyğun olmayan nə varsa, onu aydın şəkildə yazırsınız və lövhəni bizə göstərirsiniz.
Şəkildə mövsümə aid olmayan nə varsa, Leyla və Hüseyin düzgün tam şəkildə yazdılar. Leyla və Hüseyin bizdən hərəsi bir xal qazandılar. Oyunumuz davam edir. Xahiş edirəm, diqqətli olaq. Şəkildə hər tərəvəzdə neçə dənə var? Tərəvəzlərin adlarını və sayını tez və düzgün yazan dostumuz bizdən bir xal qazanacaq. Bu sualımıza Hüseyin, Rəbiyə və Əli düzgün cavab verdi. Digər iştirakçılarımız kiminsə tərəvəz yadından çıxır, kiminsə say yadından çıxır. Hə dostlar, biraz diqqətli olaq, növbəti sualımızı səsləndirirəm. İndi sizə sadalayacağım günün hissələri arasında hansı çatışmır? Səhər, günorta, gecə. Bu suala dostlarımızın hər birisi düzgün cavab verdi. Düz cavaba görə də hərəniz bir xal qazandınız. Və keçid alıram növbəti suala. Anası Səmaya 9 şokolad və 6 alma verir. Özü də bərk-bərk tapşırır ki, onu digər 2 bacısı ilə bölüşdürsün. Səma anasının dediyi kimi eləyir. İndi siz deyin, həriyə neçə şokolad və neçə alma düşür? A bəndi 3 şokolad, 2 alma. B bəndi 6 şokolad, 3 alma. C bəndi 5 şokolad, 4 alma. Bu sualımıza yalnız Hüseyinlə Xəyal düzgün cavab verdi. Xəyalla Hüseyin bizdən bir xal qazanmış olur. Hə dostlar, artıq birinci turumuzun sonuncu sualı səslənir. Onu da nəzərinizə çatdırıram. Kimin xalı az olsa, çox təəssüf edirəm ki, oyunumuzu tərk edəcək. Ona görə də diqqətiniz məndə olsun. Axıncı sualı səsləndirirəm. Ayxanın 5 dənə 3 qəpiyi, bacısının isə 5 dənə 5 qəpiyi var. Bacısı qardaşına neçə qəpik verməlidir ki, hər ikisinə də qəpik eyni olsun? A bəndi 3, B bəndi 10, C bəndi 5. Çox təəssüf ki, dostlarımızın heç birisi düzgün cavab vermədi. İndi isə dostların xallarına nəzər salırıq. Artıq dostlarımızın xallarına nəzər saldıq. Üstünlük Hüseyindədir. Hüseynin 4, Elcanın isə cəmi 1 xalı var. Digər iştirakçılarımızın xalları bərabərdir. Çox təəssüflər olsun ki, biz Elcanla sağollaşırıq. Elcan, biz sənə təşəkkürümüzü bildiririk. Çox sağ ol ki, gəldin, oyunumuzda iştirak elədin. Hələlik. Hə dostlar, keçid alırıq ikinci turun birinci sualına. Mənə elə gəlir ki, çox da çətinlik çəkməyəcəksiniz. Hər kəsin sevdiyi nağıl qəhrəmanları var, cizgi filmləri var. Sizin dönə-dönə baxdığınız filmlərdir. İndi səsləndirəcəyim sual belədir. Gördüyünüz bu nağıl qəhrəmanının adı nədir? Humay, A bəndi Humay, B bəndi Tutu, C bəndi Qırmızı Papaq. İlk sualımızın cavabını dostlarımızın hamısı düzgün qiymətləndirdi. Bəli, C bəndi Qırmızı Papaq idi. Sizcə dostlar, Qırmızı Papaq yolda kiminlə rastlaşır? Afərin, deməli nağılı izləyiblər. Növbəti sualımıza keçirəm. Sürmə çəkdim gözümə, düşdüm çölün düzünə, dost gəzir
kız, hara gedirsən belə? Bura bax, qara özünsən. Mən saçı sura Ayxanıma, donu dara Ayxanıma. Yaxşı. Ay xanım, hara gedirsən belə? Çərə gedirəm, çürə gedirəm. Sənə nə var hara gedirəm? Hə dostlar, cizgi filmini izlədik. Sizcə bu hansı cizgi filmidir? Tıq-tıq xanım, ay sağ ol. İndi sualı səsləndirirəm. Sizcə Tıq-tıq xanım özünə nə axtarır? Yol yoldaşı, dost, yoxsa sinif yoldaşı? Görünür balaca dostlar cizgi filmlərini çox sevirlər. Bəli, əlbəttə hər birisi suala düzgün cavab verdi və hərəsi bir xal qazanmış oldu. Növbəti sualımız gəlir, diqqətli olun. Dibçəkdə həmin saat laləyə bənzər iri və qəşəng bir çiçək görərdi. Və çiçək həmin saat açıldı. İndi məlum oldu ki, bu doğrudan da əsl lalə çiçəyi imiş. Çiçəyin kasacığının içindəki yaşıl döşəkçənin üstündə düymə boyda, xırdaca, qəşəng bir qızcığaz oturmuşdu. Hə dostlar, bu nağıl qəhrəmanının adı nədir? Yəni bu nağıldakı balaca qızı necə adlandırırlar? A bəndi kəpənək qız, B bəndi çiçək qız, C bəndi düyməcik. Hə, dostlarımızın yazdıqları lövhələrə baxırıq. Yalnız Rəbiyə səhv cavab verdi. O, çiçək qız adlandırdı. Neynəmək olar? Onun könlündən belə keçirdi. Digər dostlarımız düzgün cavab verdilər. Hərəsi bizdən bir xal qazanmış oldu. Sadəcə olaraq Əli hərf səhvi buraxır. Neynəmək olar? Ay baba, üz veribdir bir bəla. Aməstən gözlərimə can xoruz. Halal haram qanmadım, qocalığı anmadım. Sizi tutub yedim. Allah kərimdir dedim. Mənim günahım çoxdur. Halıma yanan yoxdur. İndi həccə gedirəm, daha tövbə edirəm. Babacan, sənə bu canım qurban. Daha bəsdir, ağlama, ürəyimi dağlama. Haq yolunu bulubsan, indi mömin olubsan. Səni uzun yol yorar, məni özünlə apar. Sağ ol, məstan xoruzum, sevimli əmlik quzum. Hər gün namaz zamanı sən verərsən azanı. Olsun gözünüz, gəlin, görün özünüz. Tülkü olub peşiman, tökməyəcək bir də qan. Mömin olmuş bu kişi, bizimlə yoxdur işi. Ağlayır, tövbə edir, birbaşa həccə gedir. Dostlar, heç tülkü görürsünüzmü? Sizcə tülkünü necə adlandırırlar? Şələ quyruq, sonra başqa hansı adı var? Biraz fikirləşək. Hiyləgər. Tülküyə niyə hiyləgər deyirlər? Çünki Allahdır. Afərin sizə. İndi mən növbəti sualımızı səsləndirirəm. Diqqətiniz məndə olsun. Deyin görək, Tülkü həccə gedir cizgi filmində tülkünün fikri nədir? Toyuqları qorumaq, onları aldadıb giymək, yoxsa həccə getmək?
Xəyal, Leyla və Əlidən başqa digər iştirakçılarımız düzgün cavab vermədilər. Növbəti sualı səsləndirirəm. İkinci turumuzun sonuncu sualı. Diqqətli olun. İndi gəlin, oynayaq. Elə. Fərdə mi deyirəm? Qəşəngim, indi gəl birgə yataq. Sıcan, yürü qalma. Tez gəlin. Hə dostlar, hazırsınız? Çizgi filmini izlədiniz. İndi mənə deyin görüm, Humay oyuncaqlarına nə söz verir? Onları atmayacağını, onları bir daha incitməyəcəyini və ya yoxsa onları yeniləyəcəyini. Sonuncu sualımıza düzgün cavab yalnız Leyla'dan gəldi. Digərləri isə düzgün cavab vermədi. İndi isə dostlarımızın hallarına nəzər salırıq. Xəyalla Əlinin 6, Hüseynlə Leylanın 7, Rəbiyyənin isə cəmi 4 halı var. Çox təəssüf, biz Rəbiyyəni yola salırıq. Rəbiyyə, uğurlar sənə. Xəyal və Əlinin 6 halı var. Finala kimin qalacağını müəyyənləşdirmək üçün dostlar arasında kiçik bir oyun keçirəcəyik. Hə dostlar, basketbolla oyunumuza davam edir. Mən bayaq bildim ki, siz idmanı çox sevirsiniz. Əlbəttə ki, basketbol da idmanın bir növüdür. Bax, gördüyünüz bu torlardan topları bir-bir keçirməlisiniz. Kimin halı çox olacaqsa, finala da o qalacaq. Oyunumuz başlasın. Afərin sizə dostlar. Həqiqətən idmanla məşğul olduğunuz bax burada göründü. Yalnız bir halım çatmadı ki, xəyalla bərabər olasın. Çox təəssüflər olsun Əli, biz səni uğurlayırıq. Yaxşı yol. Biz isə keçid alırıq digər oyunumuza. İrəli xəyal. Xəyalın rəqibinin kim olacağını bilmək üçün Hüseyn və Leyla yarışacaqlar. What's going on? Ding, ding. Elə ki,
Artıq göründüyü kimi oyunda Hüseyin nə qədər irəlidə olsa da sonda udan Leyla oldu. Leyla, mən səni təbrik edirəm. Çox təəssüflər olsun Hüseyin, biz səninlə sağollaşırıq. Sağ ol, ancaq oyunda bu hissəyə qədər gəldin, çatdın, bunun özü də böyük uğurdur. Biz səni təbrik edirik, gələn görüşədək. Leylamız isə finala qalır, finalda görüşərik. Hə dostlar, finala doğru gəldik, çatdıq. Mən sizi təbrik edirəm, sizə uğurlar arzulayıram. Oyuna 6 uşaqla başladıq, sonra ikiniz qaldı. Sonda kim qalib olacaq, onu özünüz müəyyənləşdirəcəksiniz. Həyəcanlısınızmı? Elə mən də çox həyəcanlıyam. Onda irəli, yarışa doğru. Hədiyyələri isə kim qazanacaq, onu dəqiq deyə bilmərəm. Mənim üçün də çox maraqlıdır, yəqin sizə də maraqlıdır. Onda verilişimizi izləyin. Hə dostlar, artıq yarış yerinə gəldik, çıxdıq. İnanın ki, mən də sizə qoşulub, mən də sizinlə bərabər oynayıb hədiyyələr qazanmaq istəyirəm. Amma təəssüf ki, mən bunu eləyə bilmirəm. İndi isə növbə gəldi sizə, yarışımıza. Oyunumuz başlasın. Artıq finala doğru gəldik. Final və xəyal 3 xal irəlidədir. Leyla istəsəydi, təbii ki, qalib ola bilərdi. Biraz nəsə keyfsiz oldu. Eybi yox Leyla, biz səni təbrik edirik. Bura qədər gəldin, bizlə bərabər oynadın. Həyəcanlısan? Həyəcan getməliydi. Ona görə də sən geriyə qaldın. Biz səni təbrik edirik, sənə uğurlar arzulayırıq və xəyal səni təbrik edirəm. Neti hədiyyələr mağazasından xəyala hədiyyə təqdim olunur. Təbrik edirəm, uğurlar olsun. Mən sizinlə sağollaşıram, amma bu hələ son deyil. Yerim isə Göygöl rayonu Bahar Rəqs qrupuna verirəm. Sonra isə mən yenə də Gold Imperial Əyləncə Mərkəzinin əməkdaşlarına öz təşəkkürümü bildirirəm ki, bizim üçün belə gözəl şərait yaratdılar. Dostlarımız burada sevindilər, oynadılar. Hədiyyə üçünsə Neti Hədiyyələr mağazasına öz təşəkkürümüzü bildiririk. Sağ olun, gələn görüşlərə dək, görüşənə dək dostları izləməyi unutmayın.